Salam müəllimlər, bugünkü mövzumuz 6-cı sinifdən sonuncu mövzumuz olan geyimin təmiri texnologiyası mövzusudur. Bilirik ki, biz geyimin istismar müddətini artırmaq üçün onu səliqəli geyinməliyik, təmizliyinə riayət etməliyik, vaxtında geyimə nəzarət etməliyik və bu bütün bacarıqlara furnitorların tikilməsi aiddir. Bəs furnitor nədir? Furnitor, tikiş sənayesində istifadə edilən köməkçi bir məmulatdır və furnitorun da 7 növü var. Düymələr, qarmaq və ilgəklər, tikiş basma düyməsi, deşmə basma düymə, tokka, zəncirli bağlama və zəncirli askı olmaqla 7 növə bölünür furnitor. Həmçinin də şəkillərə diqqət yetirmək lazımdır. Bu furnitorlarla paltarları düymələmək, asmaq, bağlamaq və bərkitmək üçün istifadə olunur. Nə üçün istifadə olunur? Düymələmək, asmaq, bağlamaq, bərkitmək üçün. Biz tikiş furnitorlarını seçərkən ilk növbədə parçanın xüsusiyyətini, modelini, biçimini və məmulatın növünü nəzərə almalıyıq. Və bu seçim zamanı isə məmulatın ölçüsüdür, formasıdır, rəngini unutmaq olmaz. Tikiş furnitorunun tarixi geyimin yarandığı andan başlayır. Geyim nə zaman yaranıbsa, tikiş furnitorunda tarixi o zaman yaranıb. Tikiş furnitorları olmadan tikiş mümkün deyil. Tikiş üçün saplar, geyimi düymələmək və bəzəmək üçün tikiş furnitorlarının növləri lazımdır. Bəs ilk furnitor nədir? İlk furnitor düymə hesab olunur. Qədim insanlar düymələr əvəzinə geyim hissələrinə bitki, heyvan sümükləri və çubuqlardan olan milucuqlarla birləşdirirdilər. Düymənin isə kim tərəfindən icad edildiyi dəqiq məlum deyil. Bəzi mənbələrə görə Yunan və Romalıların olduğu, bəziləri düymənin Asiyadan gəldiyini iddia edirlər. Demək, Yunanlılar, Romalılar və Asiya. Düymələr əsasən fil sümüyündən hazırlanırdı. Bəs təyinatına görə düymələr neçə növə bölünür? Təyinatına görə düymələr 3 növə bölünür, müəllimlər. Palto, yüngül geyim və xüsusi geyim üçün. Və düymələr də müxtəlif materiallardan hazırlanır. Plastikdən, metaldan, ağacdan, sümükdən. Dizayninə görə də fərqlənir. Bəzəkli və bəzəksiz olur, naxışlı metal və dəri örtüklü. Düymələr dəliyinə görə 2 dəlikli, 4 dəlikli olur və həmçinin dayaqlı düymə olur. Əsasən materialın rənginə və bəzəməyə görə seçilir. Düymələr dəliyinə görə 2-4 dəlikli və dayaqlı olur. Biz yüngül paltar üçün düyməni parçaya sıx 4-5 tikiş arası ilə tikirik. Deməli, parçaya sıx 4-5 tikiş arası gördüksə bu yüngül paltar üçündür. Üst geyimlərində bəs necə olur? Üst geyimlərində düymə ayaq buraxılmaqla tikilir. Parçanın qalınlığından az sonra ayağın hündürlüyü 0,1-0,4 cm ola bilər. Qarmaq və ilgək parçanın zəif dartılan sahələrində birləşmə yerini gizlətmək üçün istifadə edilir. Deməli, sual verilsə ki, parçanı gizlətmək üçün istifadə edilir. Nədən istifadə edirik? Qarmaq və ilgəklərdən. Həmçinin də qarmaq və ilgəklər metaldan müxtəlif forma və ölçülərdən hazırlana bilir. Bəs geyimin qamətə görə biçilməsi və bədənə uyğun olması nə ilə təyin edilir? Qarmaqlarla təmin edilir. Qadın paltarındakı qarmaqların sayı çox və az ola bilər. Bu geyimin materialının və növündən asılı olaraq dəyişir. Qarmaq və ilgəklər parçanın növündə, məmulatın modelindən və yerləşmə yerindən asılı olaraq müxtəlif üsullarla tikilir. Deməli, sual verilsə ki, geyimin qamətə görə və biçilməsi, bədənə uyğun olması nə ilə təmin edilir? Qarmaqlarla. Həmçinin 3-4 tikiş arası etməklə qarmaqlar 3 yerə, ilgəklər isə 4 yerə tikilir. Qarmaq bağlayıcının yuxarı hissəsinin alt tərəfində olmalıdır. Deməli, 3-4 tikiş arası etməklə qarmaqlar 3 yerə, ilgəklər isə 4 yerə tikilir. Bağlama yerinin böyük yük düşmürsə, kiçik qarmaqlardan istifadə edilir və ilgəklər sapdan hazırlanır. Və furnitor yararsız hala gəldikdə onu dəyişmək lazımdır. Bunun üçün itici kiçik qayçıdan istifadə etmək lazımdır. Paltarları təmir edərkən qayçı, iynə, ütü ilə təhlükəsizlik qaydalara mütləq riayət etmək lazımdır. Dərsimizin izahı bu qədər.